Değerli izleyiciler, ben maraqlı bir pasiyent haqqında məlumat vermək istəyirəm. Nəyə görə bu maraqlı? Videonun axırında da görəsiniz ki, biz nə boyda ölçüdə, böyük bir ölçüdə bir zob saatda, hansı uzun müddətdir. 30 ilə yaxınında siz bu xəstəlikdən əziyyət çəkirsiniz. Nə şikayətlər var idi sizdə? Məndə boğulma olurdu, ürək döyüntüm çox olurdu, əllərim keyirdi, əllərim əsirdi. Belə yatanda təngi nəfəs olurdunuz? Nəfəs olurdum, nəfəs alırdım. Nəfəs alma çətinlikləri var idi. Havanı götürmürdüm. Amma müalicə aldınız müəyyən müddət. Sonra, yəni müalicə etmək vermədiyindən Değerli izleyiciler, ben maraqlı bir pasiyent haqqında məlumat vermək istəyirəm. Nəyə görə bu maraqlı? Videonun axırında da görəsiniz ki, biz nə boyda ölçüdə, böyük bir ölçüdə bir zob saatda, hansı uzun müddətdir. 30 ilə yaxınında siz bu xəstəlikdən əziyyət çəkirsiniz. Nə şikayətlər var idi sizdə? Məndə boğulma olurdu, ürək döyüntüm çox olurdu, əllərim keyirdi, əllərim əsirdi. Belə yatanda təngi nəfəs olurdunuz? Nəfəs olurdum, nəfəs alırdım. Nəfəs alma çətinlikləri var idi. Havanı götürmürdüm. Amma müalicə aldınız müəyyən müddət. Sonra, yəni müalicə etmək vermədiyindən əməliyyat olunmalıdır. Bəli, əməliyyat olunmalıdır. Sizi məsləhət gördülər. Dünəndə əməliyyat olmuşsunuz. Bəli, çox sağ olsun. Bizim də evə yola saldı. Azər doktor çox sağ olsun. Əlləri qızıldı. Heç kəs qorxmasın. Əməliyyatdan qorxan xəstələr üçün burada mesaj verirsiniz. Bəli, hamısı gəlsin. Əməliyyatdan Allah şəfa versin. Çox sağ olsun. Və burada qalxanvari vəzi retrostenal uzanması var idi və düyün daxil olmuşdu döş qəfəsinin içərisinə. Belə olan hallarda, yəni döş qəfəsi böyük olduğundan, həcmi böyük olduğundan, orada daxil olmuş düyünə sürətli bir böyümə baş verir və pasiyent də hardasa 6-7 sm ölçüsü diametrində bir düyün aşkarlandı və əməliyyat zamanı düzdür. Çox texniki çətinliklə də olsa boyundakı kəsikdən çıxartdıq. Yəni döş qəfəsinə stenotomiya etmədik və əməliyyat yolu yekunlaşdı və təhlükələr tibbi personel necə baxır? Yaşlı baxırlar. Qızlar, Allah gözəl. Narahatçılıq yox ki. Xeyr, Allah şəfa versin. Çox sağ olun. Bir analar kimi baxırlar. Çox sağ olun. Geçmiş olsun. Təşəkkür edirəm sizə. Allah can sağlığı. Sağ ol, Çox çox sağ olun.